Salam gənclər. Bir dənə belə misalımız var funksiyaya aid. Baxın, çox qarışıq görürsünüzsə də çox sadə bir misaldır. Necə? Bizə nə soruşur? F-4, F2, F5 tapın. F-4 baxıram ki, bərabərsizliklərdən, bax funksiyaların qarşısına verilən bərabərsizliklərdən hansını ödəyir? -2-nin 3-ün aralığındadır? Təbii ki, yox. 3-dən böyükdür? -3-dən təbii ola bilər. Yeganə şərt -4, -2-dən kiçikdirmi? Bəli, bu şərt doğrudur. O zaman bunu burada hesablayacağım. X-in yerinə -4 qoyacağım, hesablayacağım. -4 plus 1 edəcək necə? Olacaq -4 plus 1. -3 eləyəcək. Yaxşı, devamlı hesablayarıq. İndi F2-ni hesablamalıyam. Baxıram ki, 2 harada yerləşir? Burada təbii ki, yerləşə bilməz. Burada yerləşə bilməz. Təbii ki, buradadır. 2 buradadırsa qoyuram yerinə. 2-nin kvadratı 4 üstəlik 4 vur 2. Yəni 8 üstəlik F5. 5 burada ola bilməz. -2-dən kiçik deyil. Burada ola bilməz. 3-dən kiçik deyil. 5 3-dən böyükdür. Buradadır. 5 vur 2 plus 3 bərabərdir. -4-dən birinci -3 plus 12 plus 10 plus 3 13. 25-dən də 3-ün çıxanda qalır necə? 22. Cavab 22. Çətin görsənsə də asan olan misallardandır bu tip misallar.